Ağ ölümlə mübarizə davam edir. Polisin paytaxt və bölgələrdə keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanıb. Xeyli miqdarda narkotik vasitə müsadirə olunub. Paytaxt ərazisində keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşiyev saxlanılıblar. Onlardan 71 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilən marixuana və 13 min metadon həbə aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib. Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Neftçalada isə eyni əmələ görə 40 yaşlı Mehman Dadaşov tutulub. Ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. Araşdırmalarla Mehman Dadaşovun narkotikləri satış məqsədi ilə əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Əkbər Əlizadə, Məhəmməd Hacızadə, ATV Xəbər.